Uçacağım bir an burada uçaq. Heç nə olmaz. Hər kəs salamlayıram. Karşıma Türkçədən davam edirik. Söz verdiyim kimi F1 almışdıq. Söz verdiyim kimi onu T6 edəcəyik. Bu single player girək. Hədəf qoyuram 450 ilə 500 arasına gələcəyəm məncə. 450 ilə 500 arasında. Onsuz da yenə də baxarsınız, stok haldadır. T6 ilə təzə eləyirik. Buradan girək baxaq. Alıb çıxdı o tərəfə. Bir dənə saxla burada. Bir dəqiqə dostlar. Unlock al eləyim hafıza. Getdik. Məsələn. Gələ bir dənə T6 ilə görə neçə basacaq. Allah ağacdan sən git Allah. İçindən zor da bu sürməyə. O varışdı bu. Getdik. Allah. Buradan şey azaldım. Qoy bir dəqiqə dostlar. Maşınları azaldım buradan. Hafıza. Getdik. Allah. Çox kasır elə bu oyun. Bunu nəsə, oyunu bir dənə qrafikdən orta səviyyə eləyim, orta eləyim. Yüksək eləyə bilmərəm, qorxuram yüksək eləyim. Biraz donub eləyər yenə. Görüm. T6 buradan insanlar. Bunları eləyim gəlirəm. Və dostlar, sonuncuları alırıq. Sonuncu və bitdi. Gördüyünüz kimi 10.3 maksimum hızlıdır. Hızlanma 20.8, manevra 7.8, fren sistemdə 19.1. Sıralamada 5355'tü nədir ola? Bundan taxmaq olar. Gəl bundan taxaq. Qabağına bir də arxasına. Buradan təmir etsən hafıza. Getdik. Nitro da aldım bana dostlar. Sonra getdik. Səs çıxmaz. İnşallah çıxmaz səsi. Buradan nitron dolduraq, uçduq. Bir kameranı aşağı eləyim, rahat görəsiniz. Başım kameranı bura eləyim. Sonra getdik. Bu sürətinə baxın. Allah 300. Biliyor 300 nədir bu? Allah saxla. Ay az qalsın gəlib düşmüşdü onun içinə. Ay Allah. Qorxdum ey. Bu arada bu şeydir, maşının qapısını zadlamamaq pisdir. Çünki burada düşmə işarəsində basacağım maşın neçə 100-200 metr, 1 kilometr qabağa gedir. Kimi 2 saat piyada gedən onu götürüb gəlməyə. Yəni görə sürəti. Sizə təxminlərinizi yoruma yazın. Sizə nə qədər basacaq bu? Görürsünüz 400 satdı, 400 keçdi. Görək. Gördüyünüz kimi 467 dostlar. 467 bunun polnu sürətidir. Örgəndiyi polnu sürəti. Cəm bir dənə şey gedək ora. Nə stadyuma. Oy Allah ev üstünə. Ev üstünə çıxmışdıq az qalsın. Sən ev üstünə az qalsın çıxmışdıq. Buradan uçacağım bir an buradan uçaq. Heç nə olmaz. Mırtdoşsun bu. Allah inşallah bu içsinə düşər. Suya düşməz inşallah. Nə yaxşı oldu Allah. Nə qəşəng. 960 metr uçduq. Oyundakı rekorumuzdur dostlar. Hiç rekorumuz. Rekorumuzdur. Allah girdi bunun içinə. Gedə bir dənə fırlanaq oradan qabaqdan. Uçmaq şeylər var burada. Qıraqda gedim. Qorxam uçmağa. 960 metr neydi? Biraz da turbon bassayım uçmuşdu 1000 metr ya. Allah burada da görmüyor Allah sürətini. Allah ay nə pis belə düşdü ya. Görüm yəni buradan fırlanıb getmək olar Allah. Bir dəqiqə buradan. Görüm buradan getmək olar. Görüm. Gedə bilər görəsən, nə bilim Allah. Görəsən gedəcək ya. Heç mən də bilmirəm, görəsən gedəcək. 3.5 metr. Uçduq. Allah. Yəni bura girim gözləyirəm. Artıq giriş elədik dostlar bura. Allah uçdu o tərəfə. Bir yəni düppədüz gələk uçaq yuxarı görə neçə metr uçacaq sonra videonu sonlandıraq. Dostlar gəlin videoda hansı evi, maşını falan qarşıda almamı istəyirsə yorumlarda yazmağı unutmayın. Yalnız gördüyünüz kimi hilə yəni hər şey ala bilərik. Tamam yəni turbomuzu basaq inşallah uçarıq ortadan. İnşallah problemimiz. Baxın polnu sürətlə uçuruq polnu. İnşallah burada problem olmaz. Çox uçmadıq dostlar, çox uçmadıq. Bunu basıram ki, çox yuxarı ilə. Sizə nə qədər uçacaq? Təxminlərinizi yazın yoruma. 338. Bir dənə yerə düşən kimi görüm nə qədər uçacaq. Onu hesablayacağım. 600 neçə metr uçacaq məncə. 670 neçə metr uçduq dostlar. 670 neçə metr. Bəlkədən azdır amma yenə də görək.
Amma niyə erişib qaldı burada? Ha, bunu basaq. Nə də? Bu niyə gətirib bunun içine atdı ki bizi? Oy 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 oy. Allah Allah bunun içine uçuruq Allah. Abi net turbo nətə tutar Allah. 36 metr uçduq. Biz indi hara gedirik? Ümumiyyətlə buradan çıxış hardadır? So. Bu da bizim F1'imiz dostlar. Şey F1'imiz var ha. Gəlin videoları görüşərik, yaxşı baxın, sağ olun.